Ve bu kuzu bizim için kurbandır. He? Allah fikir verin, öz oğlu mənə göre, sənə göre, bize göre kurban verir. He? Size bir sual verir ve siz bugün Allah'a ne kurban verirsiniz? He? Bakın ha, ben bir insanı sevəndə əvəzində istəyirəm ki, o insan da mənə sevsin. Hörmət eləyəndə istəyirəm, hörmət eləsin. Sayanda istəyirəm ki, saysın. Sənə görə Allah öz oğlunu qurban verir. Sən Allah'a bu günədən nə verirsən? Ben Allah'tan gelen sözü demək istəyirəm. Gör İsa Məsih nədir? Hə, biz hamımız bununla razıyıq. Çoxlarımız gözümüz açılıb, görmüşük ki, İsa Allah'ın oğludur. Və indi burada oturup yaxşı şirin bazı qulaqsınıq. Ama sual var. Niye göre İsa bize bir gün deyəcək? Yanından çəkil, mən səni tanımam. Bilirsiniz niye? Müqəddəs yazıda yazılır ki, İsa deyir ki, kim beni sevirse özünü inkar etsin.